Salam, hər vaxtınız xeyirli olsun. Bugün sizi Balkan rayonunda yerləşən çox gözəl və geniş bir həyət evi ilə tanış etmək istəyirəm. Hal-hazırda gördüyünüz kimi ev asfalt yolunun kənarında yerləşir. Giriş qapısı olduqca böyük və möhkəmdir. Hasar çəkilib və ev çöldən çox səliqəli görünür. İndi isə yavaş-yavaş həyətə daxil oluruq. Ümumilikdə torpaq sahəsi 33 sotdur. Bu o deməkdir ki, həm yaşamaq, həm təsərrüfat qurmaq, həm də gələcəkdə əlavə tikili tikmək üçün kifayət qədər geniş sahəniz var. Ev yerdən 3 pilləkən hündürlükdədir. Vacib məqamı qeyd edin. Ev bütün əşyaları ilə birlikdə satılacaq. Yəni evdən heç bir əşya götürülməyəcək. Hazırda birinci mərtəbədəyik. Ev 12-nin 10-a ölçüdə tikilib. Dəhliz genişdir və otaqlara keçid çox rahatdır. Aşağı mərtəbədə yerləşən yataq otağını görürsünüz. Mebelləri qalır, dizaynı sərgəlidir, tavan hissəsində taxta işləmələr evə xüsusi gözəllik verir. Ümumiyyətlə evdə taxta işləmələr çox zövqlə istifadə olunub və təbii, isti bir hava yaradır. İndi isə keçirik qonaq otağına. Qonaq otağı studiya tipindədir və mətbəxlə bitişikdir. Otaq olduqca geniş və işıqlıdır. Eyni zamanda qonaq otağı ev ilə birlikdə qalacaq. Evdə 180 kvadratlıq bir ədəd kondisioner mövcuddur. Bundan əlavə evin isti pol sistemi mövcuddur, isitmə sistemi kombidir və bütün otaqlara çəkilib. Yəni qışda istilik baxımından heç bir problem yaşamayacaqsınız. Eyni zamanda mətbəx də geniş və rahatdır. Mətbəx mebeli yerində qalır. Aşağı mərtəbədə hamam və ayaqyolu da var və tam işləyə vəziyyətdədir. İndi isə taxta pilləkənlərlə ikinci mərtəbəyə doğru qalxırıq. Pilləkənlər keyfiyyətli taxtadandır və alt hissəsində əlavə saxlama yeri də mövcuddur. Ev Wi-Fi ilə təmin olunub. İkinci mərtəbəyə qalxdıqda bizi geniş bir dəhliz qarşılayır. Burada 3 otaq yerləşir. Birinci otaq genişdir və yataq mebeli də birlikdə burada qalacaq. Digər yataq otağı da eyni qaydada mebellidir. Bundan əlavə uşaq otağı da var və uşaq mebeli də burada qalacaq. İkinci mərtəbədə ayrıca hamam və ayaqyolusu da mövcuddur. İndi isə eyvana daxil oluruq. Buradan çox gözəl bir mənzərə açılır. Həm dağları görmək mümkündür, həm də geniş həyət tam formada buradan görünür. Sakit, təmiz hava və rahat mühit var. Bu ev isə siz təkcə 145 min manat ödəməklə demək olar ki, bir ailənin yaşaması üçün bütün lazımi şəraiti də özünüzlə almış olacaqsınız. Mətbəxdən arxa hissəyə doğru bir keçid var. Burada evə bitişik böyük bir naves yerləşir. Naves olduqca genişdir və ailə yığıncaqları üçün çox əlverişlidir. Burada 10 tonluq su kənində quraşdırılıb. Navesdə bitişik 3 ədəd əlavə otaq da mövcuddur. Bu otaqları siz əgər istəsəz ambar kimi və digər məqsədlər üçün istifadə edə bilərsiniz. Həyətdə ikinci bir qapısı da mövcuddur. Yəni bu qapı ilə həyətin arxasına çıxış mövcuddur. Həmçinin evin həyətində quraşdırılmış təndirxana da mövcuddur, tam üstü qapalı formada. Bundan əlavə evə məxsus 50 metr uzunluğunda bir tövlə də var. Tövlə 3 hissəyə bölünür. Qoyun, malqara və toyuq üçün ayrıca sahələr mövcuddur. Evin arxa hissəsində 13 tomadan ibarət fındıq bağı da mövcuddur. Burada bar verən ağaclarla əhatələnib. Bundan əlavə geniş əkin sahəsi də vardır, hansı ki, siz burada rahatlıqla kənd təsərrüfatı ilə məşğul ola bilərsiniz. Ümumilikdə, bu ev həm böyük bir ailə üçün, həm də təsərrüfatla məşğul olmaq istəyənlər üçün çox uyğun bir variantdır. Geniş torpaq sahəsi, hazır tikilləri, bütün əşyalarının qalması, sakit bir ərazidə yerləşməsi bu evi daha dəyərli bir seçimə çevirir.
Bundan əlavə böyük xərc çəkmədən birbaşa köçüb yaşamaq mümkündür.